Sənin arxanda İbad olur. O həmən o adı dillərdə əzbər olur, bizim görmədiyimiz İbad həmən oğlanı. Bəlkə də günah mənimkidir bir komissar kimi. Son vaxt. Qabağı mən, günah məndə görürsünüz mən çəkilsin. Belə bir oğlanları olan heç vaxt qaçmaz. Bir metr torpağı da verib qaçan oğlanlar. Bax, şəxsən İbadın nəzdində deyək. İbadla bağlı Nizam müəllim, çox elə epozitlər var ki, hansı ki, İbad şəxsən özü uşaqlar aparıb, gedib, özü bütün əməliyyatlar hamısını özü gedib. Bir komandir, kəşfiyyatın komandiri kimi qalmayıb, gedib özü. Və uşaqlar da həməşə İbad gedəndə biz də bilmiş ki, sağ-salamatdırlar, itkimiz yoxdur, gedib gəlirlər. Ermənilər İbadın haqqında öz aralarında o Neulavimi yan belə bir kino var idi ha. Bunu o Neulavimi kimi qələmə verməsə bu nə tərkizə kölgə kimi gah peyda olur, gah yoxa çıxır. Çünki İbadda həm də İbad nəysə ürək. Birdən çarxıb başınızdan kəsərsiniz. Baş lazım deyil, diri lazım. Məlumat lazımdır, ona da nə var nədir. Oldu. Sonra nə sualınız var? Deməli, siz kəşfiyyatçılardır da burada? Hə, kəşfiyyatçılar. Bir məlumat sən verilməsi görürlər mi? Verdilər hocam. Verdilər. Allah Teala sizin yar olsun, özünüzden müğayyət olsun. Evet, doğrudan bütün hamının ümidi sizədir. Bax, bunu hesaba yadınızda çıxar. Yox. Bax, bu uşaqlar ki, bunlar əvvəldən döyüşənlər. Yox, son vaxtlar ki... Yox, əvvəldən hamısı. Əvvəldən. Yenəsi var işlərdə. Bir də bir şey mən istəyirəm xatırladım. Da bu onsuz da həmişə məni tanıyanlar bilirsiniz ki, optimal olmuşam da, bu reklam şirkəti olmuyor. Ancaq da məcburam deyəm ki, Dağlıq Qarabağın NK-nın 5 metr torpağı, bax bu oğlanların əlindədir. Üstad bizim postumuz orada gedir. Daşlıtəpə, Xocavənd rayonunun torpağıdır. Aran Qarabağın yoxa, Dağlıq Qarabağın emeni yeridir. Nə bilim, may ayından bəri bilirsən, bu batalyonun, mən də komissariyam, az çox gücüm çatanı, ağsaqqal kişiyəm, kömək edirəm. Mən sadə bir işləyim, Dağlıq Qarabağın o torpağının qalmasının, bizdə qalmasının haradasa bir 60%-i səbəbkarı oğlanır. Demək o vaxtları kəndlər veriləndən sonra çoxlu itkimiz oldu, yaralımız oldu. Biz az bir miqdarda, daha az miqdarda qalmışdıq orada. Sonradan oraya Qəzdən batalyon yarandı. O batalyon da orada qalmasının, genə deyirəm, əsas səbəbi mənim qardaşım İbad oldu. Nəyə görə olub? Bizim həmişə, bilirsiniz, döyüş elədir ki, əks tərəfin gücün hiss eləmədən döyüşmək mümkün deyil. Əks tərəfi görməsən, işte onunla üzbəyüz dayanmaq da mümkün deyil. Biz onların həmişə iç yüzünü görmüşük, onların qüvvəsini bilmişik, onların nə qabaqcadan gördükləri o işləri bilmişik. Onun üçün də biz Dağlıq Qarabağı, mən demirəm ki, Qarabağ torpağı, Dağlıq Qarabağın torpağını əlimizdə saxlaya bilmişik. Məhz bu oğlanın səbəbinə görə.